Değerli vətənlərim, İlham Əliyev, komandir rota, komandir batalyon, komandir brigada və yuxarı komandir korpus deyilən bu liniyalar üzrə İlham Əliyev dostlar, nə edirdi İlham Əliyev? İlham Əliyev bu liniyalar üzrə paket verirdi, paketdə pul. Aldığı maaş qədər ikinci maaş da paket verirdi. Komandanın liniyaya. Ona göre ki silahın ağzını İlham Əliyevə tərəf doğrultmasınlar. Ona göre ki Zəngəzur savaşına girsinlər. Artık orduda böyük etiraz var. Artık orduda savaşa, Zəngəzur savaşına girməmək üçün uduzacağı, ağılsız adamlar uduzacağı savaşa girər. Axmaq adamlar uduzacağı savaşa girər. Ya da ortada şərəf, ləyaqət, namus söhbəti varsa önünə savaşa girər. Yani dünyanın tanıdığı sərhədlərdən o üzə hələ Putin üçün savaşa girmək ancaq axmaqlıqdır və İlham Əliyevə qarşı ordu üsyan edir. İlham Əliyev orduya, xalqa yesən də budur, şeyim xiyardır, yesən də budur, yeməsən də mesajı verir. İlham Əliyev artıq paketləri durdurdu, dayandırdı çox böyük hissəsini. Dayanmayanlar da çox böyük gecikmələrlə, 3 ay, 4 ay gecikmələrlə verilir. Əziz vətənlərim, dəyərli soydaşlarım. İlham Əliyev çıxıb, baxın ha, namus and içirəm, namus şərəm, mən yalan demərəm. Ordu bu dəqiqə dağılır, ordu bu dəqiqə İlhama etiraz edir. Hələ Zəngəzur savaşına girmək istəsə, inanın Allaha deyirəm, ordu silahı geri çevirəcək. Çox güman ki, artıq ordunu qabil yetişdiribdir. İlham Əliyev yadınızdadsa ilin əvvəlində 10% ordunun pulunun qaldırılmasını dedi, eləmi? Elan elədi, eləmi? Zaten 10% bir pul değil. Yani 40 yaşına kimi adamlar tabor komandiridir, 35-40 yaşına. Ailəsi, uşağı, külfəti olan adamlarda komandir batalyonun akladı 840 manatdır. Hansı ki Ermənistanda Maxenin akladı ondan çoxdur. Komandir batalyonun akladı 840 manat idi və 10% artım da 84 manat deməkdir. Zaten bir yaramırdı bu pul. Ancaq əmin arxayın olun ki, bu günə qədər İlham Əliyevin gözünlə ağzında fərq yoxdur. Bu günə qədər ordunun qalxmışdan pulunu verməyiblər. Baxın, yanvar, fevral, mart. Bu günə qədər İlham Əliyevin artımla dediyi pulu verməyiblər. Yalandan İlham Əliyev sözdə artırıbdır. Əməldə pul artmayıb. Bundan başqa, değerli vətən, yadınızdadır sizin. Mən deyənləri generallar, polkovniklər də dedi. Enlur Məmmədovdur, Fəttah bəy Tozun komissarı olan Enlur Məmmədov, brigada komandiri. O general vəzifəsində də çox olub o bəy. 25 ilin polkovniki. Mən deyənləri onlar da dedi. Ermənistanın maxesi bizim generaldan çox pul alır. Değerli vətənlərim, baxın. Ordunun ərzaq pulunu İlham Əliyev, sual verirəm sizə. Azərbaycan Silahlı Qüvvələrinin ərzaq pulu 64 manat idi. 13-cü ildə bu pulu 2 qat artırdılar. Yəni əslinə qalsa, əziz vətənlərim, 3 dəfə qaldırmışdılar. Baxın ha, görün nə deyirəm, ey Azərbaycan ordusu. Yalan deyirəmsə məndən oğraş adam yoxdur, mənə baxmayın. Yalan deyirəmsə məndən şərəfsiz olmasın, mənə baxmayın. Mən görün neçə dəfə and içmişəm. Həmi dini and, həmi hərbi and və s. və ilaxrə. Değerli vətənlərim, baxın. Ordunun ərzaq pulu 64 manat idi. Deyilənə görə 2 qat artırıblar. 2 qat artırıblar, 128 manat verməliydilər. Amma siz yanılırsınız. Əslində ordunun ərzaq pulunu 3 dəfə qaldırıblar sənəd üzərində. Əziz həmvətənlərim. Və
Beləliklə ordu 192 manat pul almalıdır, ərzaq pulu. Dəyərli həmvətənlərim, 192 manat ordumuz ərzaq pulu almalıdır. Amma deyək ki, bunun 3 dəfə qalxdığını gizlətdilər, dedilər 2 dəfə qalxıbdır. 3 dəfə qalxmış olsa hamı daha çox pula tərəf qaçacaqdı. Və dedilər 2 dəfə qalxıbdır, 128 manatdır ərzaq pulu. Sual ortaya çıxır. 128 manat ayda ərzaq pulu, 128 manatdan dolanmaq olarmı? Ağa İlham Əliyev, qumara qoyan İlham Əliyev dedi ki, minimum qazan təminatı 180 neçə manat. Yazın siz, nə qədər dedi? 180 neçə manatdır dedi bir adamın qazan təminatı. Necə ola bilər axı? 128 manatdan da dolanmaq olmaz. Amma dərd orasıdır ki, 13-cü ildən qalxan ordunun pulu əslində 3 dəfə qalxan, amma 2 dəfə qalxan deyilən ordunun pulu bu günə qədər 13-cü ildən 192 manat da yox, 128 manat da yox, tam 3'te 1 qatı 64 manat verilir. Sual ortaya çıxır. Niyə? Sual ortaya çıxır. Niyə? Nə üçün? Nə səbəbə? Niyə görə 13-cü ildən ordunun pulunu yiyirsiniz? Amma vermirsiniz. Sənəd üzərində pul qalxıb ordunun adından yeyilir. Və dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, ordunun adından yeyilir. Orduya da deyirlər gir döyüşə. Bu arada bir neçə 100 yoxsa bir neçə min əlil uşaqlar var. Onlara baxana da pul verirlər. 80 manat nə verirlər uşaqlara baxana və uşaqlara da 220 manat nə verirlər. Üst-üstə gələndə 300 manatdan biraz artıq pul eləyir. Bax, bir neçə 100 ya bir neçə min uşağa verirlər bunu, əlil uşaqlara. Və bu göstəricini Avropaya yayırlar. Avropaya verirlər ki, sanki bütün Azərbaycanda uşaq pulu Ermənistana yaxındır, 300 manat Azərbaycan, 300 manat uşaq pulu alır. Halbuki onu əlil uşaqlara verirlər. Avropada bilir, səsini çıxardan kimi nə deyirlər bilirsinizmi? Sizə verdiyimiz korrupsiya o puldandır. Uşaqlara vermədiyimiz pulu, hansı uşaqlardan kəsdiyimiz pulu, hamısına vermədiyimiz pulu Avropaya yatırım eləmişik. Avropalı necə deyirlər, məmurlara vermişik. Avropa devlətlərinin parlamentarlərine vermişik. Ona görə məcburdular susalar. Mən sizə yalan danışmam. Burada hərbiçilər varsa, burada xahiş edirəm. Burada hərbiçilər varsa, mən düz deyirəm, ya səhv deyirəm, xahiş edirəm yazın. Sıravi əskərə 12 manat verirlər. Ən çox pul verirlər plemyotçuya. 24 manat. Onu da verirlər oradan bu andan siyahı ilə yığırlar. Və yalanla o qəpik quruşa olan Mehriban Əliyevanın o ailə biznesi, o adam heç onu adam dişi sürtmək olmur ya o pastayla, şotkayla. Heç ondan itin dişini də sürtməyə layiq deyil. Onu əskərə satırlar məcburi. O başlar, 2 dəfə yiyirlər. Həmi güya ordu əskəri təmin edir, oradan yiyirlər, maddi texniki təminatdan, həmi də əskərə verdiyi pulu yeyirlər. Əskər tanıyırdım, o pulu yığıb anasına un almağa göndərirdi. Bütün Azərbaycan ordusunun belə qara dağları, hərbiçilərinin qara dağları olsun, Zakir Həsənovun arvadı, 8 arvadının ağzına, İlham Əliyevin Cəmiləsinin, İlham Əliyevin Əminəsinin, İlham Əliyevin arvadının ağzına, Mehribanın ağzına. O varsınız siz, görsünüz siz. İlham Əliyev, həmişə demişəm, göt ol, göt verən olma cinə. Sən göt verənsən, özdə kubundansan. O əş, ordunun pulunu sənəd üzərində qaldırırlar, 10% bu günə qədər vermirlər. 13-cü ildən 64 manadı 3 dəfə qaldırırlar, bu günə kimi heç bir dəfəndə vermirlər. 64 manatdan artıq pul vermirlər.
Bunlar da deyirlər sən cəsura gir, ora gir, bura gir. Elə bir məmur tapılmır ki, şəhid analarına göz diyməsin. Ərrədib də ərrədib də şəhid analarına təbliğ eləyirlər. Deyəcək zorla eləmirlər. Zorla devlət binalarının qabağında eləyirlər. Şəhid analarına daxil, qazilər, şəhid anaları daxil. Azərbaycanda yaşama şansı qoymayıblar. Yaşamaq üçün ya gərək bədənini satasan, ya da gərək şərəfini satasan. Şərəfini, bədənini satmayan adama İlham Əliyev yaşama şansı qoymayıb. Bu qumarda uduzan. Bu nə p***ı, nə də bilə, ordu nədir? Bu kimdə bu daşçıdır İlham Əliyev? Ölkə başçısı deyil İlham Əliyev, daş başçısıdır. İlham Əliyev nə bilir, onun başı ancaq bikinidən Məmədandan çıxır, şalvardan çıxır o. O kimdə, nə bilir, ordu nədir? Dədəsi Qırxan Əlirzadsa babası Qırxan Əlirzadsa həqiqətən Şamiyan piyan olub öz bacısına basıb Heydər Əliyevi doğuzdurub. Bu da Heydərin ya nə bilim kimsə törəmə hər nə oldusa. Bu nə bilir, Əlirzad, Qırxan Əlirzad 1-ci Dünya Müharibəsindən qaçdı mı? Qaçdı. 1-ci Dünya Müharibəsindən. Heydər Əliyev Sümük Vərəviyi yazdıraraq, yaşını dəyişərək doğum tarixini 41-45 2-ci Dünya Müharibəsindən qaçdı mı? Qaçdı. İlham Əliyev Qarabağ Savaşı zamanı Türkiyədə qaçıb Ebru Gündeşin yalayırdı mı? Yalayırdı. Bunlar haçanla İlham Əliyevin ətrafında bir dənə savaşan adam var mı? İlham Əliyevin ətrafında bir dənə vuruşan adam var mı? Bir dənə savaşan adam var mı? Göstərin görün mənə var mı? Biri də belli. Sən milli qəhrəmanın anasını söyümsən. Çıx üzr istə. Mən də deyirəm, bu milli qəhrəman kim imiş? Sən demə Mədət Quliyevin anasının ağzına içən. Mədət Quliyevin. Sən demə, hələ oradaymış bunlar. Bir düşün, avtobus çatdı. Mədət Quliyevin hələ anası ise anasının da qayram. Nə milli qəhrəman, Əsl milli qəhrəman Mübarizdir, Poladdır, Raqovdur, Pəncəlidir və bu kim oğullardır? Əsl milli qəhrəman bunlardan da güclü milli qəhrəman. Bugün Əliyevlərə qarşı savaşanlar zindanda, ölkə daxilində, ölkə xaricində savaşan oğullardır milli qəhrəmanlar. Nədə? Mübariz İbrahimov, Polad, Pəncəli, onlar sağ olsaydı İlham Əliyevə qarşı çıxa bilərdilərmi? Bizə və quruca deyərlərmi ki, İlham Əliyev, xahiş edirəm otellərində bu ərəblərə qızlarımızı satma otellərdə. Ərəblər yazıqdır, qızlarımızı otellərdə ərəblərə satma. Deyə bilərdilərmi? Erməniyə qarşı savaşmaq hər kişinin işidir. Bu, sürükdən, dəyyus, cibriyiz, haysiyyətsiz, onuncu, bununcu, bu siz İlham Əliyevə qarşı savaşmaq hər kişinin işi deyil, nər kişinin işidir. Və bizim bu savaşda kişi qeyrətli qadınlarımız da var. Hər neysə.